Sentyabrın 26-sında Ağcabədidə 27 sentyabr anım gününün 5-ci il dönümü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib. Ağcabədi rayon icra hakimiyyətinin təşkilatçılığı və rayonun idarə müəssisə təşkilatlarının kollektivlərinin iştirakı ilə baş tutan aksiya Bəhramtəpə Mingəçevir və Stansiya Mingəçevir avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində baş tutub. Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov və hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirak etdiyi ağacəkmə aksiyasında 200-dən çox, o cümlədən Eldar şamı, meşə və digər iynə yarpaqlı, həmçinin meyvə ağacları əkilib. Ağaclar əkildikdən sonra suvarılıb. Onlara aqrotexniki qaydada qulluq edilib. Oradan şuraya çekeceğiz. Qeyd edək ki, rayon ərazisində belə ağacəkmə aksiyalarının bundan sonra da keçirilməsi nəzərdə tutulur. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.